Salam dəyərli abituriyentlər, şagirdlər, izləyicilər. Bugünkü dərsimizdə Xəqani Şirvaninin Gəncələrə Nəsihət didaktik əsərindən danışacaq. Əvvəlcə onu qeyd edim ki, bu mövzu ilə bağlı suala dəqiq cavab verə bilmək üçün bu şeiri mütləq əzbərləmək lazımdır. Düzdür, bizə bəzən əzbərləyən uşaqlar üçün belə bir ifadə işlədilər ki, əzbərçidir. Amma elə şeylər var ki, əsərlər var ki, xüsusilə şeirlər, onları əzbərləmək lazımdır ki, bütün sualların öhdəsindən gələ bilək. İntibah dövrünün Nizamini çıxsaq ən böyük şairi Xəqani Şirvanidir. Xəqani Şirvani sözsüz ki, saray şairidir. Amma bu saray şairi saraydan bir müddət sonra qaçmış, getmiş və sarayı tərk eləmişdir. Ona görə də onun yaradıcılığı intibah dövrünü yaradan yaradıcılıqlardan biridir. Bizə Xəqani Şirvani həyat və yaradıcılığı lazım olmadığı üçün birbaşa keçək Gənclərə Nəsihət əsərinə. Bu əsər 21 beytdən ibarətdir, məsnəvi şəkildə qafiyələnir, sözsüz ki, farsça yazılıb. Biz onu tərcümədə oxuyuruq, tərcümə zamanı isə heza vəznində tərcümə edilib. Bu 21 beytdən 6 beyti dostluq barədədir, bunu da xatırlatmış olum. Bizə Xəqani Şirvani nəyi tənqid edir, bizim üçün nəyi təbliğ edir? Onların hamısını bu lövhədə yazmışam ki, həm də gözünüzün qarşısında olsun. Xəqani Şirvani 3 şeyi tənqid edir. Fitnəkarlığı, hiləni, nifaqı. Oğurluğu tənqid etmir. Sadəcə olaraq oğurluğu tənqid etməyə ehtiyac yoxdur. Zaten oğurluq pis bir şeydir. Amma hiləni oğurluğa bənzədir. Bəs nələri tövsiyə edir? Vəfalı olmalı, etibarlı olmalı, az dostluq etmək. Bu da çox maraqlı bir nüansdır ki, böyük mütəfəkkir bizə az dostluq etməyi tövsiyə edir. Dostluqda möhkəm olmalı, dostluqda güzəşt edə bilməyi tövsiyə edir. Dostluqda güzəşt edə bilməyi tövsiyə edərkən deyir ki, dostun kim özündən kənarlaşdırsa, hətta qardaşına belə səl qoysa, sən də onun üçün səl qoymasan. Hətta o deyir, sənin bir gülünü, çiçəyini qırıb atsa, o cənnət bir gül olsa, yenə sən ona heyfsilənmə, onu dostuna güzəşt et. Haqq yolunda olmağı tövsiyə edir Xəqani Şirvani. Sonra kiçiklərə nəvaziş etmək. Hətta söyləyir ki, kiçiklərə nəvaziş etmək sənin böyüklüyünü əlindən almaz. Sonra xüsusilə toxunduğu bir nadanlıq mövzusu var. Deyir ki, nadanların tərifini aldanmayasan və nadanlara layiq olduğundan artıq dəyər verməyəsən, onları öyməsən. Bu yerdə deyim ki, bəli, hər istənilən insanı dəyərindən artıq qiymət versən, ondan sonra onun problemlərini o məsələ ilə bağlı yaşayacaqsan. Sonra ağıllı olmağı, pis adamlardan qorunmağı tövsiyə edir. Xəqani Şirvani bu əsərində 20-ci beytində öz adını da çəkmiş olur. Belə düşünürəm ki, Xəqani Şirvani haqqında bunları bilsək, yəni Gənclərə Nəsihət əsəri haqqında bunları bilsək kifayət edir. Amma ən yaxşısı şeiri əzbərləməkdir. 21 beytdir, çox deyil. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundursa, mənə nə mutlu.